Sevgi necədir? Yaxşı şeydir. Çox yaxşı. Sevgi olmasa insan yaşaya bilməz. Ay, biraz sevgidən danışaq onda. Danışaq. Vaxt, zaman, dövr gedir, insan dəyişir. Sevdikcə sevir. Bir gün 70'ik çörək yeyirik. Nəysə 4 nəfərik, 2 qadındır, 2 də kişiyik. Birdən də ailə orada ad günü keçirdir. Deməli, babadır, nənədir, oğuldur, kürəkəndir, qızıdır, nəvədir. Bir nəfər də qadın var, bu qadından xoşum gəldi. Nəysə beynimə vurdu, durdum elə, onların içine getdim salam, nuş olsun buyur. Dedim mən bu qadını alacağım. Durdular, ara qarışdı, İstolu səfdilər, çıxdılar, getdilər. Sonra bunu da alacaq getdim, bu harada yaşayır, nəysə öyrəndim, axtardım, tapdım, bu Semaşkada işləyir, həkimdir, nəysə. Subaydı. Subaydı, 3 il bunu da alacaq getdim, amma demirəm mənəm. Axırı bundan razılığa gəldik, dedi, bəs gəl atamın razılığı, atasına getdi, dedi, razıyım mən bu kişilə yaşamağa. Atası da Dərmanzadatda o yüzden bir razılıq aldıq, gəldik. Dərmanzadatda razılıq verdi. Dedi, hadi yaşı çoxdur, dedi, o 27 yaşı vardı onda, mənim 50 yaşımdadır belə. Nəysə, ən maraqlı cəhət odur, gəldi, indi bir neçə, indi yaşayırıq. Bir gün bundan o restorana yeni gedində, oradan olsun, dedi, o kişi sənsən, dedim, mən deyiləm, dedi, sənsən, dedim, mən deyiləm. Dedi, o kişi sənsən, dedim, mən deyiləm. Durdu, başladı, taksi yotdu, qaçdı evlərinə, dedim, mən sana gəlməyəm, sən dəlisən. Hələ evlənməmişsiniz. Yox, yaşayırıq, amma o restorana demirəm mən, bilsən mənlə xoşdur. Çörək yiyəm də, birdən ora apardım, birdən beynindən gəldi, o kişi sənsən, dedim, mən deyiləm. O stol dağdan dedim, mən deyiləm, durdu qaçdı evlərinə, aya getdim, mən deyiləm, deyirlər sənsən. İndi qızla da savaşdılar ki, yaqin etsə münasibət olubdur, sən yalandan deyirsən, oqqa versən, nəysə. Bir de barıştık, neyse ondan da bir evladım var, bir oğlumdan da indi bir qutarı. Hamısı bir yerde 5 oğul, bir qız. Uşaqlarımızın münasibətləri zaten ben gidin şey eləmirəm ki, insan talihdir, her şey olur. İnsan... Ama birinci yoldaşınızı boşanmışsınız. Yok, boşamamışım, sonra qalır. Nəyəcə razılaşıb bəs? Niye razılaşmır ki? Bizə nə derdi? Şah kimi yaşayır elə, o da ikisi de. Yəni, məsələ bəyəm puldur ki? Çox şey əllə eləyir. Qadınları xoşbəxt eləyə bilirsiniz? Əlbəttə ki.